Qəbələ rayonu Nor Qışlaq kəndindəyik. Barnhouse layihəmizdə son tamamlama işlərimiz gedir. Hasarımızın bünövrəsinə beton tökülüb. Bütün birinci mərtəbə istipollandı. Test etmişik. Hər şey öz qaydasındadır və sonda stiyəşkamızı vermişik. Birinci mərtəbəmizdə bir yataq otağımız, bir sanuzerimizdən ibarətdir. Ativan işlərimiz bitibdir. Elektrik xəttlərimiz də atılıbdır və naqillərdə də görürsünüz, torpaqlama hər bir xəttdə mütləq tələbdir. İkinci mərtəbəmizdə bu gördüyünüz monolit olan hissədə jakkuzimiz olacaq. Burada bir yataq otağımız olacaq. İzolyasiya işlərimiz tamamlanıb. Əsas məqsədimiz gələcəkdə kommunal ödənişlərdə sıxıntı yaratmamaqdır. Çünki bu izolyasiya olduğu təqdirdə 40% qənaət etmiş olur bizim müştərimiz. Bizim istifadə etdiyimiz boru vasitəsilə elektrik xəttlərimizdə hər hansı bir problem olduğu təqdirdə istədiyiniz xətti boru vasitəsilə heç bir şeyə zədə dəymədən dəyişdirə bilirsiniz. Müştərimizin istəyinə uyğun olaraq bu hissələr açıq qalacaq və bu hissədən bizim çöl hissəyə, yəni balkon hissəyə çıxışımız olacaq. Siz də sərfəli kredit şərtləri ilə bölgələrdə bu cür layihələrin icra edilməsini istəyirsinizsə, Cənnət Park Təmir qrupuna müraciət edin.